Bildiyiniz kimi artıq Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunur. Artıq dünəndən komfort sinif üzrə qiymətlər açıqlanıb. Tezliklə komfort plus və lüks siniflər üzrə qiymətlər açıqlanacaq. Ümumiyyətlə qeyd edim ki, bu qatarda müasir qatardır. İsveçrənin Stadler Rail qrup şirkətinin istehsalı olan vaqonlardır. Buradakı sinifləri bundan əvvəl 2019-cu ilə qədər fəaliyyətdə olan qatarların siniflərini müqayisə etmək doğru deyil. Kupeni, köhnə qatarlarda olan kupeni müasir qatarların komfortu ilə, SV-ləri isə komfort plusu ilə alternativ verəmiyorlar. Lakin buradakı komfort plusda SV-dən, komfort da kupedən üstündür. Həm xidmət, həm də rahatlığı baxımından, komfort baxımından. Digər bir məsələ isə odur ki, bu qatarlarda qeyd etdiyim kimi 3 sinif üzrə xidmət göstəriləcək, lüks, komfort plus, komfort üzrə. Bu da sərnişinlərin daha rahat səyahətinə imkan verəcək. Əlavə olaraq onu qeyd etmək olar ki, burada həm də inklüzivlik təmin olunub, hərəkəti məhdud şəxslər üçün həm yer ayrılıb kupedə, onların minib düşməsi üçün də əlavə şərait yaradılıb. Həmçinin burada bəzi siniflər var ki, lüks və komfort plus arakəsmə ilə bir-birindən ayrılır. Bu da belə deyək, ailəvi, qohum turistlər üçün əlavə bir fürsətdir ki, yəni arakəsməni ayıraraq daha rahat şəkildə gedə bilərlər. O ki qaldı qatarların sürətinə 9 saat yarım. Bu nəzərə alınmaq lazımdır ki, 1 saatı Azərbaycan sərhədində, 1 saat isə Gürcüstan sərhədində dayanmaqdır. Bu da sərhəd və gömrük baxışı ilə bağlıdır. Buyurun, əlavə suallarınız varsa. Digər qiymətlər hələ məlum deyil. Digər qiymətlər artıq bilet satış sistemi açılacaq və orada digər istiqamətlər üzrə də qiymətlər görünəcək. Həm burada bir məsələ qeyd edeyim ki, ümumiyyətlə 2024-cü ildən etibarən dəmir yolları ilə sərnişinlər dinamik qiymət siyasətində istifadə edərək artıq bir ay öncədən üst səfərlərini rahat şəkildə planlaşdıra bilərlər. Bu deməkdir ki, siz artıq 30-25 gün öncədən bilet almaqla daha endirimli səfər qazana bilirsiniz və bu da həm də siz özünüz sərnişin olaraq sərnişinlər öz səfərlərini rahat planlaşdıra bilirlər, həm də dəmir yolları olaraq biz tələbatı vaxtında müəyyənləşdirə bilirik. Yəni artıq biz bir ay öncədən bu səfərləri satış sistemini açmaqla hansı qatara, hansı əlavə vaqon qoşmaq olar, onu müəyyənləşdirə bilirik. Əlavə məlumat üçün qeyd edə bilərəm ki, ilk reys, ümumiyyətlə ilkin reyslər 6 vaqondan ibarət olacaq. Bunun biri vaqon restorandır, 3-ü komfortdur, digər isə lüks və komfort plusdur. 118 nəfər təşkil edəcək ümumiyyətlə sərnişin tutumu və qeyd etdiyim kimi də bilet satışı da tezliklə açılacaq və ilk qatar 25 deməli may 23-ondan Bakıdan yola düşəcək və 8:41-də növbəti gün Tbilisiyə çatacaq. Eyni qaydada da hər gün Tbilisidən saat 21-də qatar hərəkət etməklə saat 6:24-də Bakıda olacaq. Qiymətlərə qidalanma daxildir. Xeyr, qidalanma daxil deyil. Burada siniflər üzrə səfər paketləri var. Burada müxtəlif sərnişinlərə səfər boyu lazım olan nəm, quru salfet var. Həmçinin səfər paketində burada müəyyən gigiyenik vasitələr var, şampun var, duş geli var. Müəyyən, yəni yol səfər boyu nə lazımdırsa, eyni zamanda kişi sərnişinlər üçün bu köpüydür, üst taraşlamaq üçün və s. dabankeş, bu cür yəni sərnişinlərin yol boyu nə lazımdırsa bu cür xidmətlər təmin olunacaqlar. Əlavə olaraq qeyd edə bilərik ki, vaqonlarda televizorlar quraşdırılıb, multimedia xidmətləri var. Həmçinin vaqonlarda sanitar qovşaq var, duş kabinası var və əlavə olaraq lüks deməli kupelərdə hər bir kupenin özünün sanitar qovşağı, o cümlədən duş kabinası mövcuddur. Bəxtiyar müəllim, bu qiymətlərin yüksək olmasına bağlı bəzi müzakirələr var. Əvvəldən alanda nə qədər endirim nəzərdə tutulur və yaxud da ki, qiymətin sonradan tənzimlənməsi ola bilərmi? Bir məqamı qeyd edək ki, bayaq qeyd etdiyim kimi bu qiymətləri 2019-cu ildə mövcud olmuş qiymətlərlə müqayisə etmək əslində doğru deyil. Çünki həm siniflər artıq həmin siniflər deyil, bunlar daha yüksək, daha komfortlu siniflərdir. Həm də ki, müasir qatarlarda bunu nəzərə almaq lazımdır və son 6 ildə nəzərə alaq ki, pandemiya dövründə ümumiyyətlə qlobal inflyasiya, yanacağın, elektrik enerjisinin qiymətlərinin artması, ümumiyyətlə bütün dünya üzrə dəmir yol nəqliyyatda, o cümlədən dəmir yol nəqliyyatında qiymətlərin, tariflərin 110% artması, bunlar təbii ki, bu 6 ay ərzində təsir edir bu xidmətlərin yüksəlməsinə, qiymətlərin yüksəlməsinə və təbii ki, dəmir yolları olaraq biz də növbəti mərhələdə daha belə deyək, fərqli və uyğun tariflərlə sinifləri düşünürük ki, sərnişinlərimiz üçün daha uyğun olsun. Bəs internet olacaq qatarlar? Bu barədə ətraflı məlumat verəcəyik. Yəni qarşıdakı dəqiqələrdə digər hansı siniflər interneti dəqiqləşdir deyərəm. Yaxşı sual.